Ramiz Mehdiyev işi üzrə artıq növbəti bir təqsirləndirilən şəxs adı artıq mətbuata bəlli oldu. Bu Abbas Abbasov adlı bir şəxsdir. Həminki Abbas Abbasov ki, o 1992-ci ildən ta 2006-cı ilə kimi baş nazirin müavini, birinci müavini vəzifəsində çalışıb və onun bu illər ərzində həm Elçibəyin prezident olduğu dönəmdə, həm Heydər Əliyevin prezident olduğu dönəmdə, həm də ki, son prezident və hazırki prezident İlham Əliyevin prezident olduğu dönəmdə baş nazirin birinci müavini vəzifəsində çalışıb. Kifayət qədər ciddi bir dövlət vəzifəsində çalışıb. Dövlət hakimiyyətini idarə etməsində rolu olmuş, xüsusi rolları olmuş insanlardan biridir. Və kifayət qədər də yüksək rütbəli məmur hesab olunur Yeni Azərbaycan Partiyası bu hazırki siyasi sistemində. Amma nə baş verdi ki, 2006-cı ildə öz xoşu ilə, öz ərizəsi ilə, yəni vəzifəsindən azad edilir. Amma bizə bəllidir ki, böyük ehtimalla bu iş öz xoşu ilə, ərizəsi ilə yox, yəni bağlı qapılar arxasında centlmen anlaşması ilə böyük ehtimal ki, razılığa gəlinib ki, biz sənə dəymirik, çıx ölkədən get və o da istefa ərizəsini yazıb. Çünki Azərbaycan siyasi sistemində uzun bir müddət bu cür anlaşmalar olurdu. Və Abbas Abbasov da təsadüfi deyil ki, istefa ərizəsini yazıb baş nazirin birinci müavini vəzifəsindən istefa verdikdən sonra artıq ölkə sərhədləri tərk edib Rusiyaya köçüb. Amma digər maraqlı bir nüans bundan ibarətdir ki, son günlər onun axtarışa verilməsindən sonra daha bir xəbər mətbuata yayıldı ki, Abbas Abbasov Türkiyədə imiş və o Azərbaycan artıq prokurorluq orqanlarından çağırılmasına rəğmən Rusiyaya sığınıb və Türkiyədən Rusiyaya gedib ki, Türkiyə hökuməti Abbas Abbasovu Azərbaycana təhvil verməsin. İndi burada bir sual doğurur. Abbas Abbasov ümumiyyətlə bu müddət ərzində ölkəyə ara sıra gəlib gedirmiş, yoxsa yox? Ümumiyyətlə Abbas Abbasovun Ramiz Mehdiyev ilə bağlılığının olması kifayət qədər normaldır. Çünki həmin dönəmlərlə Ramiz Mehdiyevin özü də kifayət qədər ciddi bir vəzifədə, yəni faktiki olaraq ölkəni idarə etməsində ikinci bir şəxs olan prezident aparatının rəhbəri orqanının, sədr rəhbəri idi. Və bu cür fəaliyyət göstərirdi. Siyasi sistemin qurucularından biri idi Ramiz Mehdiyev. Siyasi sistemdə kimin harada olmasını, kimin hansı sistemi idarə etməsini, ölkə siyasətini müəyyənləşdirən insanlardan biri olub. Təbii ki, onun Abbas Abbasovla əlaqələrinin olmasından daha qəribə bir şey yoxdur ortada. Amma onların 2012-ci ildə yaradılmış Milyarderlər İttifaqı ilə bağlantıları, onların Rusiya KGB-si ilə məlumatları, bağlılığının olması, bu haqda məlumatların olması artıq hazırki bu istintaq sürəci məsələsidir. Mənə maraqlı olan budur ki, bugün geniş səpkidə Azərbaycan hökumətinin özünün insanları, onların dəstəkçiləri və yaxud da ki, Azərbaycanda azad media kimi fəaliyyət göstərən media orqanlarında Ramiz Mehdiyevin əleyhinə kifayət qədər yazılar gedir, Abbas Abbasov əleyhinə kifayət qədər yazılar gedir. Amma bu insanlar Abbas Abbasov, Ramiz Mehdiyev və digər bu Əli Həsənov haqqında zaman-zaman yazılar gedir və s. Mən siyahını uzatmaq istəmirəm. Bu insanlar müxalifətçi olmayıblar. Bu insanlar hökumətin ən sadiq insanlarından biri olub bir vaxtlar. Bir vaxtlar mətbuatda elə həmin indi onları vuran mətbuatda onlar haqqında boy-boy tərifnamələr yazılırdı, boy-boy gözəl sözlər yazılırdı. Onların doğum günlərində bəhbəhli təbrik məktubları paylaşılırdı. Onları dövlətin onurğa sütunu az qala adlandırırdılar. Dövlətçiliyin təməl daşlarından biri adlandırırdılar vaxtında Ramiz Mehdiyevi. İndi nə dəyişdi ki, indi nə oldu ki, həmin insanlar bir gün, bir müddət öncə az qala Ramiz Mehdiyevi tanrılaşdırmış insanlar, indi Ramiz Mehdiyevi şeytanlaşdırıb. Ramiz Mehdiyevin təbii ki, dövlət əleyhinə kifayət qədər cinayət əməlinin olması ehtimalına mən də inanıram. Ramiz Mehdiyevin illər ərzində Azərbaycan siyasi sistemini nə qədər çirkinləşdirdiyinin təbii ki, mən bunu görürəm. Mənim kimi bir çox Azərbaycanlılar da bunu görür. İndi baş verənlər də hamısı bu problemlərin bir parçasıdır və elə həmin problemlərin doğurduğu nəticə də indi baş verənlər. Azərbaycanda məhkəmənin azad olmaması, Azərbaycanda siyasi partiyaların durumu, Azərbaycanda ümumiyyətlə siyasi sistemin durumu, həm də elə Ramiz Mehdiyev, Abbas Abbasov kimi yüksək rütbəli hökumət məmurlarının qurduğu işlərin nəticəsidir.
korrupsiya sisteminin, yerlibazlıq sisteminin, rüşvətxorluq sisteminin onların nəticəsidir. Amma bugün Ramiz Mehdiyev hələ də Yeni Azərbaycan Partiyasının üzvüdür. Abbas Abbasov Türkiyədən çıxıb gedir Rusiyaya. Düzdür, mətbuatda indi yazırlar ki, Abbas Abbasov Azərbaycana başına torba keçirilərək gətiriləcək, ay əli qandallı formada gətiriləcək. Yaxşı, Azərbaycanda olan Ramiz Mehdiyevi siz heç hələ ki həbs belə etməmisiniz. Yəni ev dostluğuna vermisiniz. Amma Abbas Abbasovu siz ola bilər, yəni mən indi desəm ki, bu mümkün deyil, bir qədər sonra belə bir hal olsa mən yalancı çıxmış olaram. Təbii ki, ola bilər ki, Abbas Abbasov ölkəyə başında torba keçirilib gətirilsin və yaxud da ki, əli qandallı formada gətirilsin. Amma bu nəticəni dəyişəcəkmi? Baxın, əsas sual budur. Əsas sual budur ki, tutaq ki, bugün Ramiz Mehdiyev işi gedir istintaqda, ləng də olsa gedir və buradan bir nəticəyə varıldı və bir neçə nəfər həbs olundu, onların törətdiyi əməllər sübut olundu və s. və ilaxır. Amma bundan sonra Azərbaycan siyasi sistemi şəffaflığa çıxacaqmı ümumiyyətlə? Azərbaycandakı siyasi partiyaların durumu düzələcəkmi? Azərbaycanda siyasi məhbus problemi həll olunacaqmı? Azərbaycanda söz və ifadə azadlığı, insanların sərbəst toplaşma azadlığı təmin olunacaqmı? Və ən əsas sual, Azərbaycanda seçkilər düzələcəkmi? Baxın, seçki bir dövlətin onurğa sütunu əslində onun seçki sistemidir. Onun Ramiz Mehdiyevi, onun Abbas Abbasovu və yaxud da ki, onun X, Y bir şəxsi deyil. Bir dövlətin onurğa sütunu onun seçki sistemidir. Səs haqqıdır. Onun vətəndaşlarının tanındığı və vətəndaşlarının əməl etdiyi səs haqqıdır. Bizim vətəndaşlarımız seçkidən soyuyublar, çünki burada illər öncə, illərdir davam edən müxalifət iqtidar birliyi, klasik müxalifət iqtidar birliyi daha doğrusu insanları seçkidən soyulub və artıq insanlar seçki həvəsli deyil və burada xüsusilə böyük pay təbii ki, iqtidarın üzərinə düşür, Yeni Azərbaycan Partiyasının üzərinə düşür. Topa bületen atanda, məntəqəyə 50 nəfər gəlib oradan 500 nəfərlik bületen çıxaranda, müxtəlif orqanlarından, müxtəlif bədən üzvləri nahiyələrindən kağız formatında bültenlər çıxarıb, kameraya baxa-baxa, insanların gözünə baxa-baxa qutuya atanda topa formasında və bu cür seçki pozuntuları edilən şəraitdə təbii ki, insanlar seçkiyə soyuyacaq və insanlar gedib gözlə görür ki, mən bura gələndə bura 5 nəfər var idi, səs sayımında çıxır az qalıb 550 nəfər. Və hələ daha çox çıxır əslində. Yəni 700-800 çıxarırlar oradan. Amma belə olmaz axı. Yəni təbii ki, insanlara səs haqqı tanımaq lazımdır. İnsanlar gedib seçkidə öz sözünü demədilər. İnsanlar gedib seçki ilə öz iqtidar partiyalarını, öz prezidentini, öz bələdiyyələrini, öz parlamentini seçməlidirlər ki, Azərbaycanda növbəti illərdə növbəti Ramiz Mehdiyevlər peyda olmasın. Və siz fikir verin ki, bu dövlətin ən böyük xəyanətkarları elə hələ dövlətin bu iqtidarın apardığı məhkəmə sürəcinindir. Gəldiyi nəticəyə əsasən mən bunu deyirəm. Elə iqtidarın özünün içərisindən çıxıb. Zaman 2005-ci ilə biz baxaq. Fərhad Əliyev idi, səhv etmirəmsə soyadı. Əli İnsanoğlu'la кейsi üzərində 2005-ci il dövlət yerinə cəhd məsələsi var idi. 2015-ci il MTN işi məsələsi. 1995-ci il hələ biz qayıtcaq Amınçolar məsələsi var idi. Doğrudur, indi Amınçolar məsələsini siz deyə bilərsiniz ki, orada Rövşən Cavadov кейsi tamamilə başqa idi. Amma onun da bir hökumət qanadı var idi, çünki orada Rövşən Cavadov Daxili İşlər Nazirliyinin müavini idi. Bunlar hamısı bu iqtidarın özünün az qala çevrəsində baş verən proseslərdir. Hələ biz bunun işıqlandırılmayanı, hələ biz bunun mətbuata çıxmayanını bilmirik. Hər 10 ildən bir inqilab məsələsi çıxır, bir çevriliş məsələsi çıxır və bununla bağlı kütləvi həbslər olur və daha çox həbslər təbii ki, hökumətin öz içindən olur. Doğrudur, indi bu Ramiz Mehdiyev məsələsində hələ ki, həbs olunan tək Əli Kərimlidir. Deportasiya məsələsi hələ yol üstündə olan, necə deyərlər, Gültəkin Hacıbəyli və ev sağlığına verilmiş Ramiz Mehdiyev var. Biz o 48 nəfər, yenə də gəlib çıxırıq o 48 nəfərin üzərinə. Doğrudur, onlardan birinin adı yəqin ki, hallandı. Bu elə Abbas Abbasov idi. Milyarderlər İttifaqı 2013-dəki Milli Şuranın qurulması, maliyyələşmə məsələsi və ondan sonraki dönəmdə baş verənlərlə bağlı. Amma yaxşı, biz indi tutaq ki, qalır 47 nəfər. Yaxşı, bu 47 nəfər kimdir? Bunların neçəsi deputatdır? Bunlardan neçəsi
hökumət və dövlət orqanlarında fəaliyyət göstərir. Dövləti idarə etməsində, hökumətin özünü idarə etməsində, Yeni Azərbaycan Partiyasının rəhbərliyi içərisində. Çünki diqqət edin, Ramiz Mehdiyev, mən artıq bunu neçənci dəfədir bu məsələyə toxunuram. Ramiz Mehdiyev hələ də Yeni Azərbaycan Partiyasının üzvüdür. Yəni siz belə bir şey təsəvvür edə bilirsinizmi? Amma sonra Yeni Azərbaycan Partiyasının üzvləri çıxıb müxalifəti az qala təhdid edirlər ki, baxın siz də o siyahının üzvlərindən biri ola bilərsiniz. Buraxın o siyahını, siz o siyahını tərtib edəni bir öz partiyanızdan çıxarın. Ondan sonra çıxara bilirsinizmi əgər? Mən şübhə etmirəm ki, çıxara biləcəklər. Amma niyə çıxarmırlar? Hansı orada risklər var? Hansı təhdidləri görürlər Ramiz Mehdiyev tərəfindən? Yeni Azərbaycan Partiyasının əsas funksionerlərindən söhbət edir. Təbii ki, mən sıravi üzvlərdən və yaxud da ki, orada olan gəncləri nəzərdə tutmuram. Onların bu işdə heç bir məsuliyyəti, heç bir siyasi çəkisi zaten yoxdur. Amma çox maraqlıdır. Mən hələ gözləyirəm, mən də digər Azərbaycanlılar kimi görək bu işlərin axırı hara gedib çıxır. Abbas Abbasov həqiqətən gətiriləcəkmi Azərbaycana? Onun bu işlərlə bağlantısı nə qədərdir? Niyə o 2006-cı ildən istefa icrasını yazandan sonra artıq Azərbaycandan köçüb gedib? Baxın, bu məsələlər də çox maraqlıdır. Və bu zaman ərzində Ramiz Mehdiyev hələ də Yeni Azərbaycan Partiyası sıralarından xaric edilmir və hətta onun Ağsaqqallar Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının qurucusudur özü də. Və bu dövlət daxilində baxaq görək hansı başqa proseslər cərəyan edir və bu günlərdə prezidentin 5000 nəfərli azadlığa buraxacaq və 20.000 nəfəri əhatə edəcək amnistiya aktı da məncə elə həm də bu işlərin bir tərkib hissəsidir. Çünki bu boyda böyük bir amnistiya aktı fikrimcə doğru qərar idi. Və mən bunu da elə bu işlərlə bağlayıram ki, ola bilər ki, bunların arasında bir neçə nəfər siyasi məhbusun da azadlığa çıxması məsələsi ola bilər və bununla da Azərbaycan hökuməti artıq öz mesajını verə bilər ki, bəli, mən artıq Ramiz Mehdiyev məsələsinin başlanması ilə paralel həm də Azərbaycanda bir açılım dövrü başlayıram. Tək ki, bu belə olsun, bəlkə də mən xoşniyyətli bir ümid bəsləyirəm. Amma mən ümid etmək istəyirəm, mən inanmaq istəyirəm ki, 2006-cı ildə Azərbaycanda biz artıq siyasi məhbus məsələsinin böyük ölçüdə həll olunmasını, bəlkə də tam çərçivədə həll olunmasına şahid olacaq. Və gözləyək görək hələ həm bu amnistiya aktının nəticəsində kimlər azadlığa çıxır, həm də bu Ramiz Mehdiyev işində, cinayət işinin sonu görək gedib necə bitir.